Xətai rayonu Gəncə prospekti 23 ünvanında aparılan tikinti işləri ilə bağlı ərazidə yaşayan sakinlər narahatlıq keçirir. Sakinlər iddia edirlər ki, sözügedən ərazi sürüşmə və seysmik risk zonasında yerləşir və burada əvvəllərdə torpaq sürüşməsi halları qeydə alınıb. Onların sözlərinə görə mövcud geoloji vəziyyət nəzərə alınmadan aparılan tikinti işləri ətrafdakı yaşayış binaları üçün ciddi təhlükə yarada bilər. Bu ərazi 2021-ci ildə Həyat Regency şirkətinə icarəyə verilib. Amma icarəyə verilmək, mülkiyyətə verilmək deyil. Yəni ərazinin birinci növbədə qanunsuz hasarlanması, pilləkənin qanunsuz sökülməsi, xahiş eləyir birinci pilləkəni bərpa eləsinlər. Ərazi abadlaşdırılsın və burada bir gözəl bir park salınsın. Bizim istəyimiz budur. Bunlar burada bina tiksələr, onda gərək biz buradan köçək. Çünki o binadan sonra bina gedən vaxtı burada görülən işlərdən bu binalar hamısı sirkələnəcək, ziyanı çəkəcək. 1979-cu ildən bu binada yaşayırıq və bizim gözümüzün önündə dəfələrlə burada sürüşmələr olub. Bunların bir mülkiyyətçisi var, xanımdır. Buranı bərbad günə qoyublar, kəsiblər, doğrayıblar, yandırıblar. Mülkiyyətçi dəfələrlə gəlib bura. Mən onun özünə sual verdim ki, bax siz garanti verirsiniz ki, bu bina bizim üstümüzə gəlməyəcək. Dedi Allahın işidir. Demədiyə garanti veririk. Deyir Allahın işidir. Deyirlər ki, bizə icra hakimiyyəti verib bu icazəni. Dəfələrlə burada sürüşmə hadisəsi baş verib. Hətta burada görə də bilərsiniz, burada beton bəndlər salınıb. Zəlzələ görmüş binalardır. Burada hər hansı bir işin görülməsi, katlavanın qazılması riskli bir vəziyyət yarada bilər. Şikayətlə bağlı Həyat Rezidensi MMC-nin direktoru Miralə Ağayeva bildirdi ki, ərazinin sürüşmə zonasında yerləşməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Onun sözlərinə görə tikinti işlərinə başlanmazdan əvvəl Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy alınıb və bütün işlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. İcra Hakimiyyətinin bizə verdiyi sərəncam 2021-ci ildə verilmişdi və Əmlak Komitəsinin də belə deyim, reyestrindən çıxarışımız var ki, 49 illik həmin bu ərazi gördüyünüz ərazi, yəni bizə icarəyə verilib yaşayış binalarının tikintisi ilə bağlı. Pelikana gəlincə, yəni Pelikan bəli, biz tərəf sökülüb. Sadəcə nəyə görə özünüz də bilirsiniz ki, tikinti gedən ərazidə, yəni vətəndaşların gedib gəlişi biraz təhlükəli olduğu üçün burada texnikalar işləyəcək və s. 10 metr, 15 metr irəlidə alternativ zaten Pelikan var. Yəni vətəndaşlar oradan gedib gələ bilərlər. Layihəmizdə də bu Pelikanın yenidən bərpası zaten öz əksini tapır. Nəyə görə hasarlamışıq? Ən böyük səbəb, yəni burada yay aylarında, iyun ayı idi. Deməli, ağaclar yandırılmışdı. Onunla bağlı biz... Kim yandırmışdı? Onu bilmirik, hani kimlər tərəfindən yandırdığını bilmirik, amma böyük ehtimal təxribat xarakterli olduğuna görə. Yəni biz onun əsasından hətta cəriməni də ödəmişdik, çünki ekologiya idarəsi gəlib belə deyim, aktlaşdırmışdı yanan ağacları. İkinci dəfə bir ay yarım bundan qabaqda ağacların kəsilməsi həyata keçirilmişdi. İkinci dəfə biz küllü miqdarda cəriməni ödədik. Siz yandırmamışdınızsa, niyə cəriməni siz ödəyirdiniz? Çünki ərazi bizimdir, bizim adımızadır. Yəni avtomatik olaraq səlahiyyətli şəxsə qalır da, yəni cəriməsi. Məhkəməyə müraciət eləmişdiniz? Məhkəməyə müraciət eləməmişdik, xeyr. Və sürüşmə zonası olması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən siz rəy almısınız? O Fövqəladə Hallar Nazirliyinə rəy də almışıq. Geoloji mühəndis idarəsi var. Yəni müsbət rəy vermişlər ki, burada heç bir sürüşmə zonası yoxdur. Aldığımız cavabdan sonra Fövqəladə Hallar Nazirliyinə sorğu göndərdik. Qurumdan bildirildi ki, hazırda qeyd edilən ünvanda hər hansı tikinti quraşdırma işləri aparılmır. Layihənin sənədləşdirmə işləri davam edir və ərazi tərəfimizdən nəzarətdə saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Əraziyə baxış keçirilən zaman hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Sitat: Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub. Eyni zamanda yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədi ilə Xətai rayon İcra Hakimiyyətinə məktub ünvanlanıb. Sitatın sonu. Xətai rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Soruşduq ki, nazirlikdən gələn tapşırığın icrası nə yerdədir? Sözügedən ərazidə abadlaşdırma işləri aparılırmı? Amma İcra Hakimiyyətinin məsul şəxsi ilə sadəcə salamlaşa bildik. 3 gün təkrarladığımız sualla cavab ala bilmədik. Hüquqşünas Şamil Paşayevin sözlərinə görə tikintiyə icazə verilməzdən əvvəl ərazinin sürüşmə zonasında olub-olmaması yoxlanılır və yalnız bundan sonra tikinti təmir işlərinin aparılmasına razılıq verilir. Ağaclarla bağlı məsələyə gəlincə isə
Ağacların kəsilməsi ilə bağlı məsələyə baxmaq lazımdır ki, həmin ağacları kim əkib, həmin ərazi kimindir. Burada ağac kəsmə faktı varsa, aidiyyatı qaydada hüquq mühafizə orqanlarına, prokurorluğa müraciət edə bilərlər. Araşdırmanın nəticəsində əgər ağac kəsmə cinayətinin tərkib əlamətləri varsa, barələrində cinayət işi başlana bilər. Beləliklə bir tərəfdə illərdir həmin ərazidə yaşayan və təhlükə ilə üz-üzə qaldıqlarını deyən sakinlər, digər tərəfdə isə açıqlamaları rəsmi qurumların cavabları ilə ziddiyyət təşkil edən tikinti şirkəti var. Məsələnin başqa bir tərəfində isə həm sözdə, həm də əməldə sükunəti seçən icra hakimiyyəti dayanır. Bu vəziyyət isə sakinlərin narahatlığının əsassız olmadığını göstərir. Məsələni diqqətlə saxlayacağıq. Rəbiyyə Əhmədova, Nuray Qədirli, Orxan Balayev, Xaliq Babayev, VAPA TV.